Mağazası mənə deyir ki, Pərvin, bunun necə təqdimatını eləyə bilərsən ki, bunu gəlib alsınlar. Bunun təqdimatını eləməyə belə də ciddi söhbətə ehtiyac yoxdur. Yəni, o babalar var, nənələr var, qucaqlarına ilk dəfə nəvə tuturlar. Ha. Bax, onlara təqdimat eləməyə ehtiyac yoxdur ki, nəvədən şirin nə var, övladdan da şirindir nəvə. Gəlsinlər, Maybinetdən bunu alsınlar. Bax, bir dənə parkda nəvəni belə gəzdirirsən, onun xoşbəxtçiliyini yaşamağı Allah bütün valideynlərə, nənələrə, babalara hamıya nəsib eləsin. İnşallah uşaqlar böyüyəndən sonra bundan alarsınız. Biraz da böyüyərlər, bundan alarsınız. Parkda uşaqlar sürərlər, siz də onun dalıyca gəzərsiniz belə. Sizin də uşaqlığınız, cavanlığınız düşərsin yadınıza. Hərçənd siz cavanlıqdan ancaq sahada ot vurmuşsunuz, İrana nə bilim sulqa aparmışsınız, gətirmişsiniz. Ondan sonra yaşlı adamların cavanlığı zülm olub. Rusiyada, JB-də, Zadda. Eybi yoxdur. Qoy uşaqların cavanlığı belə şeylərlə keçsin. Sizə qurban olaram mən.